1, 2, 3. Salam əziz abituriyentlər, bugün ismin mənsubiyyətə görə dəyişməsi bölməsini keçəcəyik. Və bu bölmə çox önəmlidir. Bunu çox yaxşı öyrənin. Çünki bunu əgər yaxşı bilsəz, növbəti bölmələrdə, hansı ki, ismi birləşmələr, ümumiyyətlə söz birləşmələri bölməsini çox yaxşı biləcəksiniz. Ümumiyyətlə, ismin mənsubiyyətə görə dəyişməsinə keçmədən əvvəl birinci növbədə niyə ismin mənsubiyyətə görə dəyişməsindən danışırıq, onu bilməliyik. Ümumiyyətlə, mənsubliq nədir? Niyə deyirik mənsubluq? Niyə başqa bir söz demirik? Məhz mənsubiyyət deyirik, mənsubluq deyirik. Bu sözün mənasını bilməliyik ki, bu dərsi anlaya bilək. Yəni, hər şey qrammatikanı quru-quru əzbərləməklə olmur, yaxud bu şəkilçiləri bilməklə olmur. Birinci növbədə dərsi anlamaq lazımdır ki, niyə buna belə deyilir? Mənsubluq nədir? Sənə aid olan, sənə məxsus olan, sənin olan bir şey. Bu əşya da ola bilər, bu başqa bir anlayış da ola bilər. Və təbii ki, bir və ikinci şəxslərdə biz deyirik ki, həm şəxsə, həm əşyalara aid olan, amma üçüncü şəxsə məhz cansız varlıqlar. Bu xırda məsələlərdir. Amma birinci növbədə biz bilməliyik ki, mənsubluq nədir? Mənsubluq elə budur. Bir insana, bir əşyaya mənsub olan, bir əşyaya və yaxud bir insana aid olan nəyisə ifadə etmək üçün biz bu şəkilçilərdən istifadə edirik ki, məsəl üçün, əgər sənin kitabın varsa, bu kitabın sənə məxsus olmağını ifadə etmək üçün biz mənsubiyyət şəkilçisindən istifadə edirik. Yəni, bir anlayış və yaxud bir əşya sənə aid ola bilər. Amma sən onu ifadə etmək üçün, sən onu bildirmək üçün mənsubiyyətdən istifadə etməlisən. Yəni, sənə mənsub olmasını, sənə aid olmasını ifadə etmək üçün mənsubiyyət şəkilçilərindən istifadə edirsən. Və bu şəkilçilər də çox rahatdır. Gəlin keçək mənsubiyyət şəkilçilərimizə. Birinci şəxsin təkində ım üstü 4, cəmində ımız üstü 4, ikinci şəxs ın üstü 4. Burada yazmaq yadımdan çıxıb, üzrlü sayın. Inız üstü 4-dür. Gəlin elə yazaq. Inız üstü 4. Və üçüncü şəxs isə eynidir. I üstü 4, I üstü 4, yəni eynidir. Burada bitişdirici samitlərdir ki, indi bunu qeyd edəcəm. Hansı ki, ümumiyyətlə, milli sözlərimizdə daha çox bitişdirici samit olaraq biz S üstü 4-dən istifadə edirik. Məsələn, onun atası, hansı ki, sonu saitlə bitən şəkilçilərimizdə, daha doğrusu sonu saitlə bitən sözlərimizdə. Amma Y daha çox alma sözlərdə istifadə olunur. Y bitişdiricisi. İndi məsələmiz nədir? Burada yazmışam yiyəlikdən sonra mənsubiyyət şəkilçisi gəlir. Bu, Azərbaycan dilində qaydadır. Bu, əslində, söz birləşmələrindən bağlı olan bir məsələdir və niyə belədir? Çünki, əgər bir şey sənə mənsubdursa, sən onun yiyəsisən. Lap sadə dildə izah edirəm. Çünki bunu bilməzsiniz, başa düşməzsiniz mənsubiyyət nədir. Və bu şey sənə, bu anlayış sənə mənsubdur. Bunu bilin. Yəni, əgər bu kitab sənindirsə, sən bunun nəyəsən? Yiyəsisən, bunun sahibisən. Yiyəlik, sahibisən, bəli. Yiyəlik halı indi növbəti dərsdə izah edəcəm, amma indidən bilməyiniz vacibdir. Ona görə də biz deyirik ki, yiyəlikdən sonra hökmə mənsubiyyət gəlir. Çünki bir şey əgər sənə mənsubdursa, deməli sən onun sahibisən, yiyəsisən və bu zamanda yiyəlik hal şəkilçisi mənsubiyyətdən əvvəl gəlir. İndi yiyəlik halı keçmirik. Burada məsəl üçün misallar çəkmişəm. Mənim otağım, bizim otağımız. Görürsünüz, otağım, bu mənə məxsusdur, bu mənə aiddir, mənimdir. Bu zaman yenə birinci şəxsin təkini mənsubiyyət şəkilçisi ım üstü 4 burada görsənir. Burada da ımız üstü 4, sənin qələmin. Qələm sənindir. Və sən qələmin sənə məxsus olduğunu, sənə aid olduğunu ifadə etmək üçün mənsubiyyət şəkilçisindən istifadə edirsən. Sənin qələmin və yaxud mənim qələmim olsun. Sizin qələminiz, həmin o sizə aid olan qələmi ifadə etmək üçün, göstərmək üçün, yazmaq üçün, demək üçün, yenə də burada ınız üstü 4 daha doğrusu istifadə olunur. Onun çantası, onların çantaları. Bəli, bu S üstü 4 şəkilçisi burada bitişdiricidir. Çünki A burada saitdir və bu zaman bitişdirici samitdən istifadə olunur. Bu milli sözlərimizdədir. İndi yana deyəcəyim, hələ daha doğrusu yeni deyəcəyim birazdan. Onun çantası deyilik, onların çantaları. Yəni, onun çantası ona məxsusdur və bu zamanda biz onu ifadə etmək üçün I üstü 4-dən istifadə edirik. Bu bitişdirici samitdir. Onların çantaları, yenə də I üstü 4.
Bunu bildik. İndi gəlirik nə zaman biz y bitişdiricisindən istifadə edirik. Biz deyirik ki, məsələn, onun çantası sözü var idi də burada. Düzdürmü? Onun çantası sözündə S bitişdiricisindən istifadə etdik. Amma alınma sözlər ki var, bunlar 1-2 dənədir, yəni çox deyil. Deməli, mənafidir, mövqedir, mənşədir, tali, mənbə. Bu sözlər alınma sözlərdir. Bu sözlərə üçüncü şəxsin mənsubə şəkilsini artırdığımız zaman, bu zaman S bitişdiricisindən yox, Y bitişdiricisindən istifadə olunacaq. Məsəl üçün, mənbəyi, məsələn, çayın mənbəyi. Burada Y bitişdiricisindən istifadə olunur. Birdən elə zənn edərsiniz ki, bu müsbət deyil. Yəni, bu Y birlikdə deyil. Sadəcə burada daha doğrusu I mənsubiyyətdir. Y bitişdiricidir. Məsəl üçün, uşağın talihi. Burada Y bitişdiricidir, I mənsubiyyətdir. Qidanın mənşəyi. Y yenə bitişdiricidir, I mənsubiyyətdir. Amma iki söz ki var, onlar milli sözlərdir. Amma ki, onlarda S-dən yox, Y-dən istifadə olunur, Y qəbul edilir. Məsəl üçün, su sözü və nə sözü? Bunlara biz mənsubiyyət şəkilsi qəbul etdiyimiz zaman, bunlarda da Y bitişdiricindən istifadə edəcəyik. Çayın suyu, kitabın nəyi və s. Belə, ümumilikdə bu qədər mənsubə şəkilçilər haqqında nəsə sualınız olsa qeyd edə bilərsiniz. Sonda da yenə qeyd edirəm. Mənsubiyyət şəkilçiləri nəyə görə var, nəyə görə yaradılıb, niyə Azərbaycan dilində mənsubiyyət deyilən anlayış var? Sadə dillə izah etdim. Bir anlayışın sizə məxsus olduğunu, sizə aid olduğunu bildirmək üçün bu şəkilçilərdən istifadə olunur. Ki, ondan da əvvəl, həmişə mənsubiyyətdən əvvəl yəlik gəlir. Bunu gələn dərslərimizdə deyəcəyik. Ona görə mən burada mən, biz, sən, siz, o, onlar yazmışam. Çünki yəlik şəkilçilərini bunlarda qəbul edirlər. Və mənsubiyyətdən əvvəl daha doğrusu bu şəxs əvəzlikləri gəlir, isimləşmiş sözlər gəlir. Bunları da növbəti dəfələrdə daha geniş şəkildə izah edərəm. Amma hələlik bunları bilsəz kifayətdir və bunu yaxşı başa düşmək üçün çoxlu test işləməlisiniz. Belə, sağ olun, salamat qalın. Növbəti izahlarda görüşmək ümidi ilə növbəti izahın hansı bölmədən gəlməsi barədə fikirlərinizi bildirə bilərsiniz.